Salam dostlar, xoş gördük sizləri. Xahiş edirəm video sona kimi mütləq baxın ki, hər şey bilin. Sonra mənə yazmayın, "Ay biz bilmədik, belə oldu, elə oldu, bu necə olur?" Deməli bildiyiniz kimi mən belə bir Tron qazanmaq, ən çox da Tron haqqında paylaşıram. Tron Big-dir, Free Trondur və belə. İndi bunu paylaşımı göstərirəm sizə. Burada ən gözəl üstünlüklərindən biri odur ki, burada 5 Trondan çıxarış eləyə bilirsiniz. O birisində isə 15 Trondur. İkisinin linkini paylaşacağam. Tron Big-ilə bunun da. Yəni hansını istəsəz qeydiyyatdan keçə bilərsiniz. İndi mən əsas burada sizə nəyə göstərirəm? Yəni yenə deyirəm, qeydiyyat linkini açıqlama bölümündə. Açıqlama bölümü nədir? Ad yazdıram. Məsələn yazılacaq tutaq ki, pul qazan, nə bilim, və yaxud da ki, Tron qazan və ya nə. Orada daha çox sözü var. Onun üzərinə vurursunuz, link oradadır. Və yaxud da yorum hissəsində paylaşacağım linki. Yorum hissəsinə baxırsınız, link yorum hissəsində var. Aşağıda sabitləmişəm. Linki oradadır. Yəni videonun sona kimi səbrlə izləyin ki, hər şeyi başa düşəsiniz. Burada necə eləmək lazım, nə eləmək lazımdır ki, siz burada tronlar qazanasınız. İlk növbədə qeyddən keçidi tamamladınız, deyək ki, hər şey hazırdır. Gəlirsiniz deməli nə edirsiniz? Gəlirsiniz aşağı, gəlirsiniz. Mən indi burada yazmışam. Məsələn, məndə səviyyə dəmir səviyyəsindədir burada, amma sizdə daş səviyyəsində olacaq. Burada gəlirsiniz, burada işarə olacaq. Yəni mən robot deyiləm işarəsi. Onu işarələyib iddia sözü, iddia sözünü vurursunuz və sizə burada vaxt gedir. Sizə ki, burada tron veriləcək. Orası tron gələcək. 1 saatdan bir girib vurursunuz. Amma burada yəni ən çox qazanma necədir? Məsələn, tutaq ki, bu səviyyə var. İndi mən hal-hazırda burada bu səviyyədə 18%-əm. Bu səviyyə axıra qədər gəlib çıxandan sonra keçəcəm mən növbəti səviyyə, birinci səviyyəsinə. Saatına bu qədər tron qazanacağam. Sonra bu qədər tron, sonra bu qədər. Yəni belə-belə gedir. Ən axırıncı tron gəlsiniz görün nə gözəl. 1 saatdan bir 50 tron. Hardasa 15 tron 8 manat satdı bu belə. 30 tron taş deyə 16 manat. Yəni gəlib bir xeyli pula çıxır. Bura deməli çox adam necə eləyir? Bura məsələn pul atıb başlayır oyun oynamaq, səviyyə tez keçir. Məsələn tutaq ki 200 tronluq oyun oynasanız, keçirsiniz növbəti səviyyəyə. Sonra biraz indi artır. Məsələn olacaq 500 tron, sonra nə 700 tron. Yəni fərqli tronlar olur. Burada ən əsası da səviyyəni artırmaq üçün necə eləmək lazımdır? Baxın gəlirsiniz burada 3 xətt var ha burada. Bura. Burada oyunlar var. Oyunlara gəlirsiniz. Burada ən yaxşı oyun baxın zər oyunudur. Bunun üzərindən vurursunuz belə. Vəssalam, avtomatik sözünü vurursunuz. Burada ən yaxşısı, bax gəldiniz, burada artan yerini silirsiniz. Mən burada ən çox 56 yazıram. İndi siz hansını istəyirsiniz yazın. Bunu da ən çoxsa ya 3 eləyirəm ya 4 eləyirəm. İndi məndə tron çox azdır orada, yəni olsa bu sıfırlanacaq da bilirəm. Belə ya da ki, buradan məsələn artırıb, buradan belə artıraraq daha çox da qazanc əldə edə bilərsiniz. Amma mən hələlik belə saxlayıram. Sonra startı vurursunuz, avto zarlar vurursunuz və salam. Başqa bax heç nə eləmirsiniz, heç ehtiyac yoxdur. Özü gedib gəlir. İndi mən yəni deyirəm, burada tron çox az da sıfırlana bilər də məndə bu dəqiqə. Bax görürsünüz bu sıfırlanır, amma orada səviyyə söhbətiniz artır. Burada yəni məsələn tutaq ki, siz bura bir 15 tron, 20 tron, 30 tron atıb oynasaz superdir. Yəni getdikcə yaşla düşür. Bu belə yaşla düşür, orada artır. O cəhətdən çox yaxşıdır. Və belə qırmızıya düşür, yaşla düşəndən sonra daha çox artır. Məsələn, bir çıxırsa vurur çarpan, məsələn 3-ə vurur, 4-ə vurur, daha çox eləyir. Burada yəni deyirəm, burada uduzanda da, sıfırlananda da sizin baxın burada səviyyə söhbətiniz yavaş-yavaş artmağa başlayır. Yəni udanda da, uduzanda da. İki tərəfdən xeyirdir bu sizə. Sadəcə məqsəd burada nədir? Yəni yenə deyirəm, məqsədiniz burada sizin olsun bu səviyyəyə çatmaq və ya da bu səviyyəyə çatmaq. Ən uzağı bu. Bu üç səviyyədən birinə çatsaz superdir. Yəni buna çatsaz günə ən azı eləyəcək. Ən azı deyirəm 24 saat eləyəcək 24 tron. Əgər əlavə də artırarsa bir 26-27 tron eləyəcək. Günə bir eləyəcəksə bir 15, 16, 17 manat pul eləyəcək. Dost dəvət edib qazana bilirsiniz və yaxud da nə bilim, da belə çoxdur, yəni qazanma şansı çoxdur. İndi mən sizə çıxarışı göstərəcəm. Mən axşam burada 5 tronluq oynadım, düzdür 1 qəpik də pul atmadım. Sadəcə tronum var idi, oyun oynadım. Mən sizə sübutunu göstərim ki, yəni necə çıxarış elədim. Vurdum bunun üzərindən. Baxın buradadır. Atdım digər saytıma, Tronbik saytıma atdım ki, orada mən təzədən davam edeyim. İndi onunla mən linkini paylaşacağım, ondan keçəcək qeydiyyatdan. Baxın gördüyünüz kimi 5 tron gəlib. İndi hal-hazırda mənim o saytımda 8 tronum var. 3 tron varım idi. Baxın 8 tronum var. İndi təzədən buradan başlayacağım oynamağa. Burada da mən səviyyəm gümüş səviyyəsində. Saatına bu qədər verir. Amma o bir biraz ucuzdur. O şey ucuzdur, çox ucuzdur da. Yəni orada qazanma şansı daha rahat. Mən bunu çoxdan istifadə edirəm. Deyirəm, bundan düşmüşəm bunun üzərində ki, gümüş səviyyəsindəyim. Amma orada qiymət çox ucuzdur. Orada daha sərfəlidir sizə. Yəni siz ikisindən keçin qeyddən, ikisindən də istifadə eləyin. Yəni çox rahat istifadə edə bilərsiniz. İndi burada da məsələn gəlib mən bir axırıncı səviyyəyə çıxsam, gəlib saatına bu qədər tron götürəcəm. Heç olmasa bu 3 dənə də birinə çatsam əladır.
Kimin yenə başqa sözü, sual olsa yaza bilər, kömək eləməyə hazıram. İkisindən linkini paylaşacağım. Keçin qeydiyyatdan rahat istifadə edin.